Əmək məcəlləsinə olan dəyişikliklərdən biri də işçilərin məzuniyyətə çıxması dövründə daha çox gəlir əldə etməsi hədəflənir. 2026-cı ilə qədər əmək məzuniyyəti, illik məzuniyyət orta aylıq əmək haqqı əsasında hesablanırdı və ödənildiyi dövrdə məzuniyyət haqqı əmək haqqının daha aşağı olardı. Lakin sadə dillə desək, məzuniyyət dövründə olan məbləğ hesablanır və həmin dövr üçün iş günləri də hesablanır. Hansı məbləğ daha yüksəkdirsə, işçinin xeyrinə o məbləğ ödənilir. Qeyd edək ki, əmək haqqı dedikdə, Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən işçi gördüyü işə görə işəgötürən tərəfindən aylıq maaş alır. Aylıq maaşdan əlavə ödənişlər, yəni mükafatlar, müavinətlər və yaxud da əlavə ödənişlər də daxil edilir. Bu səbəbdən insan resursları və mühasibatlı komandaları məzuniyyət hesablaması zamanı yeni qaydaları nəzərə almalıdırlar.